Salam, hər vaxtınız xeyir olsun. 10 may 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən din blok sınağının tarix suallarının gəlin izahı ilə tanış olaq. Deməli, 31-ci sualda qeyd olunubdur ki, eradan əvvəl 3-cü əsrdə Pun müharibələrinin baş verməsinin səbəbi nə idi? Roma imperiyasının, yanlışdır, Roma bu dövrdə imperiya yox, respublika idi. A-nı çıxdaş edirik. Karfagenlərin, yenə Roma imperiyası deyir, B-ni çıxırıq. Bu dövrdə Aralıq dənizinin qərb sahillərinə nəzarət uğrunda, Siciliya uğrunda baş verən bir mübarizə idi. Yenə Roma imperiyası deyilir, yanlışdır. Romanın Asiyanın təbii sərvətlərinə yiyələnməsi yanlış olur. 31-də düzgün cavabımız C variantı. 32 sadə bir sual idi. Mərzban da satrapların ümumi cəhəti. Bunlar bildiyiniz kimi bu vəzifəli şəxslər, inzibati vahidləri idarə edən məmurlar idi. Digərlərinin niyə yanlış olduğunu deyim. Ali baş komandan heç birinə aid deyil. Hökmdardan sonra ikinci şəxs olması yenə heç birinə aid bir xüsusiyyət deyil. Dini işlərə rəhbərlik etməsi də, şah xəzinəsinə baxmaları da, yəni mərzban Sasanilərdə, satrap isə Əhəmənilərdə rast gəlinən inzibati vahidləri idarə edən məmurlar hesab olunur. 32 olur E bəndi. 31 C bəndi. 33-də Məhəmməd Can Pəhləvan hakimiyyətə gəlir, paytaxtı Həmədandan köçürmür. Paytaxtı Həmədana köçürdür. Bir yanlış olur. Naxçıvan döyüşündə gürcülər məğlubiyyətə uğradılar. Şəmsəddin Eldəniz Atabəylər dövləti qalib gəlir. Doğrudur. Gürcü çarı Demetri 1139-cu ildə Gəncə zəlzələsindən sonra Gəncəyə hücum eləyir və Gəncə qala qapısını oğurlayır. 3 düzdür. Bizdən də doğru cavabları istəyir. 2-3 doğru cavabımız olur. Eldənizlərin süqutu Monqollarla bağlı deyil. Bu Xarəzmşah Cəlaləddin yürüşü ilə nəticələnibdir. 2-3 cavabımız oldu. 33-də C bəndi. 34-də baxırıq. Şimali Azərbaycan 1-ci açar məqam, 20-ci əsrin əvvəlləri 2-ci açar məqam. Burada məntiqi ardıcıllıq deyir. 1905-7-də burada bizə verilibdir, təqdim olunubdur. Ümumilikdə imtahanın düşündürücü suallarından biri buydu. İlk ümumi tətilin baş verməsi. Ümumi böyük tətil 1903-dür. 1905-7-dən sonrakı dövrə düşməlidir deməli. Əyrət əncümənləri cənubdadır. Ona görə B variantı səhv olur. Qafqaz canişinliyinin ləğv edilməsi 1883-də ləğv olubdur. Bir də 1917-də. Bu da yanlış olur. Muxtariyyət tələbi bu dövrdə irəli sürülür. Doğru olur və ilk ictimai milli siyasi təşkilat 1903, hansı ki müsəlman gənclikdən söhbət gedir. Burada isə Azərbaycan SSR rəhbərləri təqdim olunmuşdur. Növbəti çətin suallardan, orta suallardan biri idi. İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyev. Deməli, bu suallarla da bağlı yenə paylaşımlarım olacaq. YouTube kanalımızı izləməyi unutmayın. Sualların əvvəllər necə, hansı formada istifadə olunduğu ilə bağlı. Demək, biz burada danışaq milli dəyərlərə diqqətin artırılması. Bu hər birinin ortaq cəhətidir. Deməli, 1, 2, 3, 4. 4-ə verib biz A bəndini. Və beləliklə 2 cavabımız qalır. Bakının Azərbaycanın tərkibindən çıxarılması planını pozan, Azərbaycanlıların Bakıda sayını artıran, Moskva birləşdirmə planını pozan İmam Mustafayev olmuşdu. İmam Mustafayev də burada bizə 1-lə təqdim olunmuşdu. Demək, biz 1-ə B-ni verdikdə 4A olur. İkinci Dünya müharibəsində Respublika rəhbərlik 1939-45 əhatə eləyir. Bu dövrdə də Azərbaycanda Mirzəfər Bağırov idi hakimiyyətdə. Yəni C-ləri cavablardan çıxmalı oluruq. İcbari 10 illik təhsilə keçid, hansı ki bu Vəli Axundovla bağlıdır. 66-da Vəli Axundov 2 ilə şair olunub, 2-yə biz D-ni və 2000 hektardan çox ərazinin ermənilərə verilməsinin qarşısını alıb Heydər Əliyev. Bu formada olur. Xəritədə verilən şəhər Bərdə şəhəridir. Bərdənin ümumi xüsusiyyətləri digər şəhərlərindən. Bərdə ilə Dəbilin oxşarlığı nə ola bilər? Ərəb Əmirliyinin 8-ci əsrin əvvəllərinə qədər mərkəzi Dəbil olub, sonra Bərdə olubdur. Deməli, 1-ə A-nı qeyd eləmək olar. 10-cu əsrdə Səlcuqların hücumu Azərbaycanda deyil, 11-ci əsrdir. Yanlış olur. 12-ci əsrdə paytaxt olması. Nə Dəbil, nə də Bərdə 12-ci əsrdə paytaxt deyil. Bir də təkcə olur A bəndi. Belə olduqda 2 dənə cavabımız qalır. C və E bəndləri. Baxırıq Dərbəndlə Bərdənin oxşarlığına. Hər ikisi əmirlik mərkəzi olublar. Bərdə Əmirliyinin mərkəzi olubdur. Dərbənd də hansı ki, Dərbənd Əmirliyinin mərkəzi olub. A-nı qeyd eləmək olar. Deməli, o zaman biz elə E-ni də çıxdaş edirik. Doğru cavabımız olur C bəndi. Doğruluğunu isbat edəsi olsaq, Təbrizlə Bərdənin oxşarlığı burada demək C çıxır. Həqiqətən də Bərdə də, Təbriz də müəyyən müddət Şirvanşahların tərkibində olublar. Həqiqətən də doğru cavabımız 36-da C oldu. 37-ci sual. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Konstantinopol fəth edildi 1453-cü ildə və bundan sonra Osmanlılar Kiçik Asiya və Suriyadan keçən ənənəvi ticarət yollarına sahib olurlar. Deməli, 1-in cavabı verilibdir. 2-yə biz qeyd etdik B bəndini. Digər tərəfdən 3-də yazılıbdır ki, Avropalı tacirlər və səyyahlar yeni yollar axtarmağa başlayırlar və bu da gətirib nəyi çıxardır?
böyük coğrafi kəşflərin baş verməsinə səbəb olur. A-nın niyə səhv olduğunu deyim. İlk dəfə kağız və barıtla tanışlıq bu hansı ki səlib yürüşlərindən sonra olmuşdu. C-nin niyə yanlış olduğunu deyim. Çünki C heç birinə uyğun gələ bilməz. Cənubi İtaliya şəhərlərinin deyir, Aralıq dənizindəki ticarətdə üstünlüyü öz əllərinə alması bu səlib yürüşlərinə aiddir. E niyə yanlışdır? Müstəmləkə işğallarına son qoyulmur. Əksinə bu dövrdən sonra müstəmləkə işğalları demək başlayır və E bəndi də ona görə yanlış olur. Ümumilikdə cavabımız oldu E bəndi. 38-ə baxırıq. Xilafətin Azərbaycanda mövqeyini möhkəmləndirmək üçün köçürtmə siyasətindən istifadə eləyir və bu da gətirib nəyə çıxardır? Xilafətin köçürtmə siyasəti. Rusların da, ərəblərin də demək köçürtmə siyasəti yadda saxlayın ki, həmişə çıxışlara səbəb olur. Azərbaycanda feodal münasibətlər yarandı 3-cü əsrdən, ərəblərin köçürülməsi 7-ci əsrin 1-ci yarısındandır. Və bu xilafətə qarşı narazılıqlara səbəb olur. Və bunu da nəzərinizdə saxlayın ki, ümumiyyətlə Xürrəmilər hərəkatının baş verməsinin əsas səbəblərindən biri xilafətin köçürtmə siyasəti idi. 39-cu suala baxırıq. 8-ci əsrin 2-ci yarısı Roma ilə Mannanın oxşarlığı. Romanın heç vaxt canişinlər idarə eləməyib. Məhdud hökmdar hakimiyyətinin olması yanlışdır. Qeyd edeyim ki, 8-ci əsrin 2-ci yarısı Roma tarixi padşahlıq dövrüdür. Padşah idarə eləyir. Mannada da həmçinin ölkəni təbii ki şahlar idarə eləyir, padşahlar idarə eləyir yəni. Senat Mannada yoxdur, lakin hər ikisində Ağsaqqallar Şurası var. Biz Ağsaqqallar Şurasını Romada həm də Senat adlandırırıq. Mannada da bildiyiniz kimi 8-ci əsrin 2-ci yarısından İranzun dövründən etibarən var idi. 40-cı sualda deməli imtahanda əvvəllər bu tipli sual düşübdü. İşlədiyimiz suallardan biri idi. Sınaq qruplarımızda 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların xronoloji ardıcıllığı, hansı ki burada 1 Çar Balakən, 3 Lənkəran, 2 Quba ərazisi göstərilmişdi. 1 Çar Balakəndə üsyan olub 1830-da, Lənkəranda olub 31-də, həmçinin Quba üsyanındakı 37-38, demək ardıcıllığımız olur 1, 3, 2 A bəndi. SSR-də Leonid Brejnevin rəhbərliyi ilə bağlı xüsusiyyətləri müəyyən eləyin. İmtahanın çətin suallarından biri idi. Xam torpaqların istifadəsinə başlanması Nikita Xruşovdur. Ordunun və təhlükəsizlik orqanlarının rolunun daha da artırılması bu siyasi vəziyyət ilə əlaqədar idi ölkədə. 2 doğru fikir olur. İlk dəfə 5 illik plan sənayeləşdirmədə tətbiq olunubdu. Bu planlaşdırma siyasətinə də, sosialist cəhətdən yenidən qurma siyasətinə də Yosif Stalin başlayıb. 3 ona görə səhvdir. Stalinə şəxsiyyət pərəstişinin kəskin şəkildə tənqid edilməsi. Bu Stalinin ölümündən sonra Nikita Xruşovun dövründə olur. Lakin Leonid Brejnevin hakimiyyəti dövründə şəxsiyyətə pərəstişin tənqid olunması dayandırılır. Ona görə 4 yanlış olur və xammal idarə etmə siyasətinin güclənməsi, hansı ki, əsas da burada Sibirə fikir yönəldilmişdi ki, 5 hər bir halda doğru olur. Cümhuriyyətimizlə bağlı mədəni quruculuq tədbiri, bu da əvvəllər istifadə olunan işlədiyimiz sual tiplərindən biridir. Cümhuriyyətin mədəni quruculuğu ilə bağlı Radio Stansiya Azərbaycan SSR-ə aiddir. 1926 Dövlət Teatrı doğru fikirdir. Hətta orada Nadir Şah əsəri də tamaşaya qoyulmuşdu. Latin qrafikalı əlifbaya keçid mümkün olmur. Parlament siyasi tədbirdir, dövlət quruculuğu tədbiridir. Savadsızlıqla mübarizə təşkilatı 1923 Azərbaycan SSR-ə aiddir. 43-cü sualda Səvəvlərin paytaxtda olduğu dövr. Qəzvin şəhəri Səvəvlərin paytaxtda olubdur 1555-dən 1598-ə qədər. Deməli, Əfqanların İsfahan şəhərini ələ keçirtməsi. Bu 1722-ci ildə baş verir. Qeyd edeyim ki, bu da işlədiyimiz sual tiplərindən biridir. Həmən o nümunə sualları da kanalımda paylaşacağım. İzləyə bilərsiniz. Şəki hakimliyinin müstəqilliğinə son qoyulması 1551-dir, yanlışdır. Şah Abbasın Təbriz Osmanlılardan geri alması 1603 yanlış olur yenə. Niyazabad döyüşü 1583, D variantı doğru olur. Buğurt döyüşü 1554-dür. Gəlirik 44-cü suala. Yeni tipli, çox maraqlı bir sualdır. Sosial-iqtisadi tədbirləri Heydər Əliyevin 1-ci və 2-ci mərhələsi 93-97, 98-2000-ci illəri əhatə edibdir. Azərbaycan Respublikasının rəhbərliyindən söhbət gedir. Kür-Su kəməri 1971-dir. Bu da Heydər Əliyevin dövrünə aiddir. Amma bu Azərbaycan SSR dövrünə aiddir. Ona görə A bəndi yanlış olur. Cavablardan A-nı çıxırsınız, 2 variantınız azalır. Bakı Tiflis Ceyhan Neft-boru kəməri haqqında saziş 1999 İstanbul samitinə aiddir. 1-ci mərhələyə uyğun gəlmir. B-ləri də cavablardan çıxırıq və bir də qalır C. Torpaq sılatı haqqında qanun 1996. Digər tərəfə baxırıq. Dünya iqtisadiyyatına inteqrasiyanın genişləndirilməsi. Bu fikir ola bilsin ki, sizi çaşdıra bilər. Lakin bu, yəni dünya ölkələrindən iqtisadi cəhətdən əlaqələrin gücləndirilməsi kimi qəbul olunur. A doğru fikir olur. Dövlət Neft Fondunun təsisi 99 doğru olur. Çadır şəhərciklərinin ləğvi 2007-ci ildədir və bu İlham Əliyevin dövrü olur.
İkinci bəndlə də, ikinci sütunla da işləsəz testi tapmaq olur. Çətin sualdırmı? Bəli. Bu da növbəti çətin suallardan biri idi. Teymurilər dövlətinin Ağqoyunlularla oxşar, istifadə olunmuş bir suallardan biri olubdur. Qaraqoyunlu dövlətindən fərqli xüsusiyyəti. İdarəetməni tənzimləmək üçün qanunlar toplusu. Ağqoyunluda da var, Teymuridə də var, Qaraqoyunlularda yoxdur. Qızıl Ordunun hücumları. Nə Ağqoyunluların, nə Qaraqoyunluların Qızıl Ordu ilə mübarizəsini deyə bilmərik. 2 yanlış olur. 16-cı əsrdə süqut. Teymurilər də, Ağqoyunlular da 16-cı əsrdə süquta uğrayıbdır. Növbəti oxşarlıqdır. Rəqiblərinə qarşı mübarizədə Şirvanşahlardan istifadə olunması. Qeyd edeyim ki, Teymurilər də Şirvanşahlarla, Ağqoyunlular da, Qaraqoyunlular da Şirvanşahlarla müxtəlif döyüşlərdə müttəfiq olublar. Nümunə olaraq da sizə Terek, Ankara, Samur çay sahili, Şahdağ döyüşlərini deyə bilərəm. Yəni 4 bunların hamısının oxşarlığı idi. Osmanlı ordusunun məğlub edilməsi 1402 Teymurilər Ankara döyüşündə, Ağqoyunlu dövləti isə 1473 Malatiya döyüşündə Osmanlını məğlub edib. 1-3-5 C variantında öz əksini tapıb. Klassik feodalizm dövrü 11-15-ci əsrləri əhatə eləyir. Rusiya imperiya çevrilibdir 1721 Niştatdan sonra. Bir səhvdir. Fransa, İtaliya, Almaniya kimi krallıqlar yaranıb 843 Verdenden sonra. Yanlış fikirdir. Elə siz 1-2-ləri cavabdan çıxanda doğru cavabınız alınır. Hülakülər dövlətinin yaranması və Dehli Sultanlığının yaranması 3-5. bəndi Qubalı Fətəli xanın köçürmə siyasəti ilə bağlı bir sualdır və variantlara diqqətlə fikir versəz, burada düzgün cavabları müəyyən etmək olar. Əvvəla, Qubalı Fətəli xan 18-ci əsrin 40-cı illərində Cənub xanlıqlarını işğal etməyibdir ki, oradan da əhali köçürsün. Bu bir səhv. Digər tərəfdən Muğanlar Şahsevən tayfalarını köçürdür. 300 bənddə isə görün nə yazılıb deyir, Rus Kazakları köçürdür. Rus Kazaklar nə əlaqə? Elə 3-ləri çıxanda da 2 variantınız azalır. Şirvanda özünə dayaq yaratmaq üçün Dərbənd əhalisinin köçürtməsi və yaxud da ki, deyir, Xorasanda əhalini deyir, sərhəd rayonlarına köçürdü. Belə bir anlayışda yoxdur, 2-4. 48-ci sualda yenə sınaq qrupumuzda işlədiyimiz suallardan biri olubdur. Əvvəlcədən Sultan 3-cü Səlimin daimi səfirliklər asdırmaq üçün nümayəndə heyətinin göndərdiyi ölkələr olubdur Avstriya, olubdur Fransa, olubdur İngiltərə. Burada Avstriya ərazisi verilməyibdir. Hər bir halda Fransa 1, İngiltərə 5 qeyd olunubdur. 1-5 A bəndə olur 48-də. 49-cu suala baxırıq. Yenə təkrar suallarımızdan biridir. 17-ci əsrin ikinci yarısı topluda da bu tip sual var. Səbəbi dövlətin idarəçiliyi ilə bağlı xarakterik xüsusiyyət. 3 bəylərbəyliyə bölünməsi fikri. Səbəblərdə 4 bəylərbəylik var idi. Mahallar bəylərbəyliklərə bölünürdümü? Xeyr, tam tərsinə. Bəylərbəyliklər daha böyük anlayışdır. Bəylərbəyliklərin özü mahallara bölünür. B yanlış anlayış olur. Vəzirlər bəylərbəyinə hesabat verir. Xeyr, mərkəzi hakimiyyətə hesabat verir. İlk dəfə tayfa başçılığında irsilik prinsipinin ləğvi bu Şah Abbasın islahatlarından sonra olub. O da 17-ci əsrin ikinci yarısında hakimiyyətdə deyil və daha kiçik inzibati vahidləri sultanlar idarə eləyirdi. Çox maraqlı bir sual, 50-ci sual, çətin sual idi bu da. 1918-19-cu illərlə bağlı uyğunluq. Azərbaycanla Gürcüstan arasında müdafiə sazişi imzalanıb 19 iyununda. Amma bu Çar Rusiyasına qarşı deyil, bu Denikin təhlükəsinə qarşıdır 19-cu ildə imzalanan bu müqavilə. Bir yanlış olur. Qarabağ General Qubernatorluğu yaradılır 19-un yanvarında və yayda orada yaşayan ermənilər Cümhuriyyətin hakimiyyətini qəbul edirlər. Bu doğru da olur. Mudros barışığının imzalanması. Osmanlı qoşunları Azərbaycanı tərk edir. Türk Cümhuriyyəti 1923-də yaranıb. Yanlışdır. General Thompsonun rəhbərliyi ilə ingilislər Azərbaycana daxil olur. Hansı ki, bu 1918-ci ilin noyabrında olubdur. Və Bakıda İngilis komandanlığı general qubernatorluq yaradır. Hətta onu da qeyd edeyim ki, bu general qubernatorluq Cümhuriyyətin fəaliyyətinə, normal işləmə prinsiplərinə də mane olmağa çalışırdılar. Cümhuriyyətimizin yaranması ilə ermənilərin ərazi iddialarına son qoyuldu fikri yanlışdır. Yenə də onların iddiaları davam edir. 2-4 olur cavablarımız, 50-də B variantı. Baxırıq 51-ci suala, çətin tipli suallardan biri idi. 1-ci Dünya müharibəsilərində Qafqazda baş verən əməliyyatlar. Əvvəla biz 1-ci Dünya müharibəsinin intervalını mütləq şəkildə qurmalıyıq ki, testi düzgün işləyə bilək. Söhbət 1914-1918-in noyabrın 11 tarixinə olan dövrlərdən gedir. Deməli, Alman qoşunlarının Osmanlılar tərəfindən məğlub edilməsi. Söhbət 18-in iyunun əvvəllərindəki Borçalı döyüşlərindən gedir. İntervala uyğun gəlir. Bir düzdür. Sarıqamış döyüşü baş veribdir. Lakin Sovet Rusiyası qoşunları yox, orada Çar Rusiyası idi. Çünki Sovet Rusiyası 17-ci ilin oktyabrında meydana gəlir
Sarıqamış 1914-cü sonu 15-in əvvəlidir. Sovet Rusiyası mövcud deyil. İngilis qoşunlarının Bakıya daxil olması. Yuxarıda da bu variant var idi. General Thompson doğru olur. Hətta biz bunu General Thompsondan əvvəl də elə biz ilk növbədə General Densterville'nin adını çəkə bilərik. General Densterville'nin hakimiyyəti dövründə də Bakıya daxil olmuşlar. Hər bir halda 3 doğru olur. Cümhuriyyətin Ağ Qvardiyaçılara qarşı mübarizəsi 1919-dur. 1-3. Düşündürücü sual idi. 52-ci sualda deməli feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin zəifləməsi deyir bu dövlətin zəifləməyinə Xarəzmşahlar tərəfindən süqutuna səbəb olur. Söhbət Eldənizlər dövlətindən gedir. Eldənizlərlə Şirvanşahların oxşarlığından. Deməli, yadelli hücumlar nəticəsində süquta uğradılıbdır. Eldənizlər bəli, amma Şirvanşahlar öz dövlətimiz, Azərbaycan Səvi dövləti tərəfindən varlığına son qoyulubdur. Bir yanlış olur. Türk mənşəli sülalə tərəfindən yaradılıbdır. Bəli, Eldənizlər türk mənşəli sülalə tərəfindən yaradılıbdır. Amma Şirvanşahlar ərəb mənşəli sülalə tərəfindən yaradılmışdı. Gürcülərlə mübarizə. Eldənizlərin də gürcülərlə mübarizəsi var. Misal, Qızıl Arslan deyə bilərik, Şəmsəddin Eldənizi deyə bilərik. Şirvanşahların da gürcülərlə mübarizəsi var. İraq Səlcuq sultanlığına qarşı mübarizədə ortaq olur. Səbəb? Çünki həm Eldənizlər dövləti İraq Səlcuq sultanlığı ilə deməli elə Qızıl Arslanın dövründəki mübarizəsini deyə bilərik. Həmədan döyüşünü, həm də biz İraq Səlcuq sultanı Mahmudun 1123-də Şirvan torpaqlarına hücumunu deyə bilərik. 53-cü sualda yenə sınaq qrupumuzda işlədiyimiz növbəti təkrar suallardan biri idi. Dediyim kimi o sualları da paylaşacağam. Sizlər də qoşula bilərsiniz imtahana qədər və ya ikinci şans imtahanına hazırlaşan abituriyentlər. Və Cəbrayıl ilə Füzuli təqdim olunubdur qonşu rayonlarımız. Deməli 93-cü ildə hər ikisi işğal olub, 1 düzdür. Aprel döyüşləri ərazisinə gedib, 2 düzdür. 1-ci Qarabağ müharibəsi nəticəsində tamamilə işğal altında qalıbdır. Yanlış olur, səbəb. Çünki 1994-cü il əməliyyatları zamanı Cəbrayılın, Füzulinin, Kəlbəcərin bir sıra əraziləri Heydər Əliyevin hakimiyyət dövründə düşməndən azad edilir. Və biz də bunu deməyə əsas verir ki, deməli 1-ci Qarabağ müharibəsindən sonra tamamən işğal altında deyildi Cəbrayıl və Füzuli rayonları. Müəyyən hissəsi Azərbaycan ordusunun nəzarətində idi. 3 yanlış olur. Hələ ki 1-2. Vətən müharibəsi ərəfəsində rayon mərkəzləri işğal altında idi. Yəni Vətən müharibəsindən əvvəl rayonların mərkəz hissəsi, əsas mərkəzləri bəli işğal altında idi. Çünki Cəbrayıl 4 oktyabrda rayon mərkəzi azad olundu. Füzulinin 17 oktyabrda rayon mərkəzi işğaldan azad olundu. 4. 5 niyə yanlış olur? Çünki 10 noyabr bəyanatına əsasən Ağdamdır, Kəlbəcərdir, Laçındır, bu kimi ərazilərin qaytarılması, təhvil verilməsi nəzərdə tutulurdu. 1, 2, 4. Baxırıq Bizansla bağlı olan suala. Bizansın 6-cı əsri, yəni Justinianın dövrü, bu da işlədiyimiz təkrar suallardan biri, amma çox maraqlı və bu da çətin sual idi. Ərəb xilafəti ilə bağlı məsələ qeyd olunub. Ərəb xilafəti 630-da meydana gəlib. Və deməli 7-ci əsrdə Bizansla mübarizələr var, bir səhvdir. Sasani ilə mübarizələr. Bəli, aramsız mübarizələr aparılır. Xosrov Əynuşiravanla 532-də müqavilə imzalanır, 2. Sonra xristian təbəələr ali məhkəmə orqanlarına müraciət etmək hüququna sahib idilər. Səbəb, yəni doğru götürməyimizdə səbəb Justinianın dövründə hansı ki o qanunlar toplusunun Justinian məcəlləsinin qəbul olunması ilə bu hüquq onların ixtiyarına verilir. Digər variant niyə səhvdir? Balkan yarımadasında deyir Vandal krallığı mövcud idi. Vandal krallığı Afrikanın şimalındaydı. Bu baxımdan düşündürücü, maraqlı, çətin sual olduğunu bildirdim. Hər zaman olduğu kimi yəni ibtidai icma ilə bağlı bir sual. Hansı ki tacirlər qrupunun meydana gəlməsi, tacirlərin sənətkarlardan ayrılması son tunc, ana xaqanlığının ata xaqanlığı ilə əvəz olunması erkən tunc, əhalinin oturaq həyata keçməsi neolit dövrü, istehsal təsərrüfatının əsasının qoyulması, istehsal təsərrüfatına keçid mezolit dövrü. El ardıcıllığı aşağıdan yuxarıya doğru düzə bilərik. 4, 3, 2, 1. 56-cı sual. 19-cu əsrin birinci yarısından fərqli olaraq 19-cu əsrin ikinci yarısı Cənubi Azərbaycan. Vəqfin mövcudluğu ortaqdır. Şah tərəfindən dövlət torpaqlarının satılması 1886 19-cu əsrin ikinci yarısına aiddir. İlk əncümənlər hansı ki 1905-11 dövründə, yəni 1906-cı ildə yaradılıbdır, yanlışdır. Milli hökumətin yaranması. Biz bunu 1920 Xiyabani hökumətini və yaxud da 1945 Pişəvərə hökumətini deyə bilərik. Bu dövrdə hökumətlər yoxdur. İlk anti-imperialist çıxış 1800
91 Talbota qarşı olubdur. Bu da 19-cu əsrin ikinci yarısı 2-5. Maraqlı, çətin sual idi. 57-yə gəlirik. Türk dövlətləri ilə bağlı bir uyğunluğa. Ağsuvar xan Axund dövlətinin, Qutluq Bilgə Qədir xan Qaraxanlının, Sultan Mahmud Qəznəli Qəznəli dövlətinin hökmdarı. Sasanilərlə mübarizə. Bu Ağsuvara, yəni Axundlara aiddir. Balasaqun şəhərinin paytaxt olması 840-cı ildə Qaraxanlı dövləti yarananda ilk paytaxt Balasaqun idi. 2-yə gedir B. Dəndənəçanda iştirak edən Sultan Məsuddur. Yəni Qəznəli deyil, Sultan Mahmud deyil. Qaraxanlı dövlətinin hökmdarıdır. Təbii ki, Qutluq Bilgə Qədir xan. E bəndi də olur Mahmuda aid. Situasiya ilə bağlı, deməli, Rusiya ilə müharibə aparıb məğlub olan Osmanlıdan söhbət gedir. Sultan 3-cü Səlimin dövründən söhbət gedir. Sultan 3-cü Səlimin həyata keçirdiyi islahatlardan burada bizə məlumat verir. Demək, situasiyanın cavablarını bildirməmişdən əvvəl də sizdən bir istəyim olsun. Bu qədər əziyyət çəkib, ətraflı bir izah təqdim etdim sizə, izah videosu. Siz də buna qarşılıq olaraq videonu bəyənib, kanalımıza abunə olmağı unutmayın ki, hər zaman imtahanlardan sonra bu ilk paylaşımlardan elə ilk sizlər xəbərdar olasınız. Və 58-in cavabında deyir, mənbədə bəhs olunan Sultan, yəni 3-cü Səlim, onun dövründə deyir, Misirə kim yürüş eləmişdi? Burada söhbət 3-cü Napoleondan gedir, daha doğrusu 1-ci Napoleondan gedir. 1-ci Napoleon da Fransa hökmdarıdır. Yəni Fransa hücum etmişdi. Deyir, bəhs olunan hərbi islahatlar niyə uğursuz alındı? Niyə Sultan 3-cü Səlimin islahatları uğursuz idi? Deməli, Sultan 3-cü Səlimin islahatlarının uğursuz olmasının səbəbi Sultan Səlimin qətiyyətsiz olması idi. Yeniçərilərin və din adamlarının əsasən də mühafizəkarların yəni bunlarla barışmaq istəməməsi idi. Bu yeniliklərə qarşı çıxmaq istəməsi idi. Çünki Avropa üsulunda yeni bir ordu tərtib eləmək istəyir Səlim. Bu da ki, narazılığa səbəb olur. Sizin bu və ya buna bənzər cavablarınız, digər cavablarınız varsa da şərh bölümündə qeyd eləyin, doğru yanlış olduğunu bildirək. 60-da da deyir ki, bəhs olunan dövrdə Rusiya ilə müharibə aparıbdır. Və deyir, bu müharibələrin nəticəsində də müqavilə imzalanıbdır. Bu müqavilənin deyir, şərtlərini deyin. Yəni ki, Sultan 3-cü Səlimin dövründə imzalanan müqavilənin şərtlərindən söhbət gedir. Osmanlı dövləti üçün mənbədə verilməyən nəticələrini demək yazın. Hansı ki, burada da yazılıb ki, bax, 18-ci əsrin sonlarında müharibə aparır və bu müharibə məğlubiyyətə səbəb olur. Hansı ki, böhran dərinləşir və hansı ki, 3-cü Səlimdə taxta çıxan kimi islahat layihəsini hazırlayır. Yəni, yazsın imzalayır 1791-də. Burada Dnestr Rusiya ilə Osmanlı arasında sərhəd olur. Cənubi Buqdan Dnestrə qədər olan ərazilər Rusiyaya keçməli idi. Hansı ki, Osmanlı Krımın Rusiyanın ərazisi olduğunu qəbul etmiş olur. Yenə sizin də buna və ya buna bənzər cavablarınız varsa da şərhlərdə bildirin. Hansı ki, onlar barəsində də mən fikirlərimi sizlərə ifadə edeyim. Beləliklə, bu izahımızın da yekununa gəlirik. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.